2 yaşı tamam. Mən xahiş edirəm Ayşə üçün bir gözəl alqışlar gəlsin. Ayşə balamız atası şəhid olandan təxminən 4 ay sonra dünyaya gəldi. Və qızımız, balamız bugün bizim aramızdadır. Başımızın tacı olan şəhidimizin əmanətini bugün biz yeganə xanımın təşkilatçılığı ilə, Rada Abbasın təşkilatçılığı ilə, digər dostlarımızın gətirdiyi hədiyyələrlə bir doğum günü keçirmək qərarındayıq və Olimpik Star'ın bütün kollektivinə, rəhbərliyinə bizə şərait yaratdığına görə təşəkkür edirik. Ayşə baba, xoşbəxt ol. Amin. Yolun açıq ol. Amin. Uca Tanrı elminin və xoşbəxtliyinin qapılarının üzünə açıq eləsin. Amin. Atanın adına layiq, atanın vətən sevgisinə layiq bir övlad ol və elminlə, təhsilinlə vətənə xidmət. Allah səni anana gözü dolusu versin, ananın sənə gözü dolusu versin və Ayşənin anasına da dönə-dönə təşəkkür edirəm və ona güc arzulayıram ki, bizim şəhidimizin övladın bizim üçün böyüdü, boya başa çatdırsın. Ta 92-ci ildən bu yana şəhid xanımları elədik. Çox sağ olun, var olun, xoş gəlmişsiniz. Yeyin, için, çay için, biz də ara sıra bizə hədiyyə gətirən dostlarımızı, bizlə olmaq istəyən, danışmaq istəyən dostlarımızı dəvət edəcəyik, gəlsinlər, danışsınlar, bizim sevincimizə qarışsınlar. Çox sağ olun. Burada bugün şəhid ailələri, şəhid balaları var. Bizim şəhidlərimizin bizə əmanətləri var, qazilərimiz var. Mənim qazi balam yanıma gəl. Yanıma gəl. Gəl, burada dayanmağa, söz deməyə ən çox haqqı olan sənsən. Bizim şəhidimizin döyüş yoldaşıdır və hətta şəhidimizin aşağıda o qar nisbətli olan şəklində oğlumuz üçün. Yəni, ən əvvəl söz deməyə haqqı olan sənsin. Xeyr, dua edin. İlk önce çok sağ olun beni dəvət edildiyiniz için. Allah aşağılarınıza uzun ömür, can sağlığı versin. O ve diğer şəhidlərimiz Allah'a Allah sənə də uzun ömür versin. Veteranımız. Siz yarı şəhid sayılırsınız. Çox sağ ol oğlum, çox təşəkkür edirəm. Aldığımız nəfəsi, bu Olimpik Star'ı, burada elədiyimiz tədbiri, evimizdə içdiyimiz çayı, rahatlığımızı, hər şey, varlığımızı şəhidlərimizə borçludur. Qazilərimizə, veteranlarımıza onların borçludur. ruhun şad eləsin. Allah elə gün qismət eləməsin ki, bizim şəhidlərimizin ruhu ağrısın. İnşallah bir gün bizim bayrağımız İrəvanda dalğalananda şəhidlərimizin ruhu tamamilə şad olur. Allah bizlərə bu gün qismət eləsin. Mən şəhid övladlarım yanıma dəvət edirəm. Şəhid övladlarım bura gəlsin. Şəhid xanım